Gözəl insanlar salam. Hər vaxtınız xeyir olsun. Deməli, üçüncü dərs yenə videonun biri listening, yəni dinləmə. Biri reading, biri 11-lərin SS'i, digəri də 9-lar üçün short text. Biz 3 dənə ondan sual düşür. Hamısına baxacaq. 11-lərin listeninglərində açıq sual var, 9-larda yoxdur. Amma 9-lar da bundan faydalansın. 11-lərin readingində açıq suallar var, amma 9-larda yoxdur. Lakin 9-lar da bundan faydalansın, çünki gələcəkdə onlar da 11 olacaq. Okay? Davam eləyək. Deməli, mən burada yazmışam. Bir də bu yazını oxumaq istəmirəm. Lütfi buradan. Deməli, gözəl insanlar. Biz qapalı sualları işlədik. Necə yazaq, nətər yazaq və s. və ilə axırı və ümumən də dediklərimi təkrar eləmək istəyirəm. Dinləmə bacarığımızı artırmaq üçün bizə lazım olan bir söz bazası, söz bazası ilə yanaşı o sözlərin, öyrəndiyimiz sözlərin sinonimləri, 2. Dinlədiyimiz və yaxud öyrəndiyimiz sözlərin tələffüzü ki, eşidəndə biz anlayaq ki, bu hansı sözdür, mənası nədir, sistemi, söhbəti tutaq. Təbii ki, qrammatika falan bu mövzular hamısı keçirilməlidir, onlar öz yerində və diqqətdən, məntiqdən əlavə də müntəzəm, davamlı praktika getməlidir. Davamlı praktika getməlidir. Bax, burada sizlər üçün ev tapşırığı hazırlamışam. 5 dənə, səhv eləmirəmsə 5 dənə dinləmə mətni skriptini vermişəm. İlk 5 dənə, yəni 11-ci siniflərin ilk 5 dinləmə mətni skriptidir. Görürsünüz, bəzi sözləri silmişəm, əvəzində boşluqlar vermişəm. Bu boşluqları, bu dinləmələri, yəni mətnləri dinləyərək tapacaqsınız. Tapa bilmirsən, yenə qulaq as, yenə qulaq as, yenə qulaq as, ta ki qulağın inkişaf eləyənə qədər. Yəni burada söhbət bunları tapmaqdan getmir. Söhbət dəfələrlə qulaq asıb dinləmə qabiliyyətimizi, bacarımızı inkişaf elətdirməkdən gedir. Hə, müəllim hardadır? Dimin 11-ci sinif İngilis dili toplusu 2025, yəni bu iki nəşir. 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci mətnlər. Nəysə, birazdan yenə qayıdarıq ora. Gəl, biz dinləmə mətnlərimizin növbəti suallarına baxaq. Dinləmə mətn bilirsiniz ki, ilk 6 sualdır. 1, 2, 3 qapalı, 4, 5, 6-cı suallar, açıq suallar. Sualların birində sizdən həmişə sifət istəyəcək. Bəzi uşaqlar bilmir, adjektivi nə deməkdir. Deyir, burada nə istəyir? Bu söz nə deməkdir? Nə insan o söz nə deməkdir? Sənin üçün burada dırnağın içində bir dənə söz verir, isim. Deyir, qardaş, bunu təyin elə, sifəti seç və salam. Digərində yarımçıq bir cümlə verir, natamam bir cümlə verir. Deyir, qardaş, qulaq as, bunu tamamla. Digərində də bir sual verir. Bu sualın cavabını biz mətni dinləyərək tapmalıyıq. Və salam. Bax, bunu tapmaq ən asandır. Yəni, sifəti tapmaq. Düzdür, bizim söz bazamız olmalıdır, sifət bazamız olmalıdır. Bu başqa məsələ. Sifət amma harada işlənir? İsmin ya qarşısında gəlir, ya da ismdən sonra gəlir. Məsələn, burada vermişəm. Deyir ki, a mysterious island. Sirli, müəmmalı falan bir ada. Və ya bunu belə də deyə bilər. The island is mysterious. Ada mysterious'dır. Yəni, to be və yaxud digər linking verblər ki var, hansı ki, bunları biz sifətlə təyin edirik, zərflə yox. Look, smell, taste, seem, become, to be və s. Ki, adətən də to be-ni verəcəklər, am, is, are, was, were. İsim, ya onun qarşısında sifəti eşidəsiniz, ya da ondan sonra sifəti eşidəsiniz. Yəni, bunu tapmaq çox asandır. Bizim odaklanmalı olduğumuz, bax, bu isimdir. Bunu eşidən kimi nə edirik? Birinci onun solu ya sağı sifət verəcək, onu dərhal yazmaq lazımdır. Görürüz, bu 4, 5, 6-nın yerləri dəyişə bilər, problem deyil. 5-ci tip sualı necə yazaq? Yenə də bir cümlə verəcək, bir cümləni tamamlayacaq. Amma önəmli olan burada nədir? Önəmli olan odur ki, bizim burada açar sözlərimiz var. Zaten söhbət məsələn bu mətndə sentinelese ya da sentinelese people-dan gedir. Tamam, amma açar, əsas açar söz budur. Get food. Qida, yemək, ərzaq əldə eləyirlər. Buy ilə lalə necə?
Onu tapacaq. O demək deyil ki, sizdə eşidən kimi dinləmə mətnində get yazacaq, food yazacaq. Ola bilər hər ikisinin əvəzinə ikisində sinonim versin. Ola bilər birini saxlasın, digərinin sinonim versin. Buna da baxacaq. Və son olaraq 6-cı sual. Hər cürə sual verə bilər. Şəhərin adını soruşa bilər, kiminsə adını soruşa bilər. Nə zaman baş verib soruşa bilər, niyə olur soruşa bilər, necə olur soruşa bilər. Anlatabildim mi? Kim olduğunu soruşa bilər. Və burada da təbii ki, why sualı, zaten sual sözümüz budur. Niyə? Bir şeyin səbəbini soruşacaq. O niyə odaqlanmalı olduğumuz əsas açar sözlər nədir? The most secretive, ən sirli, ən müəmmalı və uncommon, qeyri-adi. Bu sözlər. Təbii ki, siz bu sözləri də eyni ilə 5-də olduğu kimi hər ikisini də eşitməyə bilərsiniz. Tam tərsi əvəzinə onların sinonimini eşidə bilərsiniz və yaxud ikisindən birini verəcək, digərini verməyəcək. Yenə də burada bizim işimizi yarayacaq sinonim. Uzun sözün qısası, söz plus sinonim bazası bizim üçün çox vacibdir, gözəl insanlar. Tamam mı? Söz, bir də sinonim bazası. Açar sözümüz, açar sözümüz, açar sözümüz. Yəni keywordslar bunlardır. Sizə ki vaxt verirlər ha, dinləmə başlamadan öncə və yaxud dinləmə bir partiya qulaq astınız. Təzən bir 1-2 dəqiqə pauza olur ki, orada yenə baxırsınız, təzən səsləndirəcəklər. Və həmin o pauzalarda sürətli şəkildə nə edirsiniz? Açar sözləri işarələyirsiniz. Hansı sözün açar olduğunu bilmək üçün təbii ki, sən bu sözlərin mənasını bilməlisən. Odaqlanma, bunu istəyir, bunu istəyir. Bura odaqlandım, söhbət bağlandı. Yəni, gözəl insanlar. Mənim söz bazam var deyə mənə okey. Söz bazası olmayana bu okey deyil. Anlatabilir mi? Ona görə söz önəmlidir. 11-lər, məzunlar, 11-lər üçün 3, məzunlar və 9-lar üçün 4 ayımız qalıb, demək olar. Gəl, indi biz 4-cü sualımızı tapaq. İndi bu skriptdir, mən skript üzərindən göstərirəm. Dinləməni özünüz də dinləyib baxa bilərsiniz. Deyəcək, this is because, bu lazım deyil. This mysterious island. This mysterious island. Bu mysterious island. Amma burada bir məsələ də var. Söhbət təkcə mysterious islanddan getmir. Onun sağında da bir dənə sifət var. Island yazıb is big. Yəni bunu rəhləmək, qaraltmaq yaddan çıxıb. Yəni buradan biz başa düşürük ki, bu ada həm mysteriousdir, həm də bigdir. Belə çıxır ki, burada 2 dənə sifət var. 1 və 2. O zaman cavab həm big verə bilərsiniz, həm də nə? Mysterious. Big'i rəngləyib qaraltmadığımdan dolayı burada siz ancaq mysterious görəcəksiniz. Amma eyni şeydir. Anlatabildim? Elə bayaq burada izah elədim, üstünə gəldim. Yəni, sifət təyin elədi ismin qabağında da gələ bilər, tübinin köməyi ilə sağında da gələ bilər. Eyni şeydir. Mysterious island deyilsə, island mysteriousdir. Island is big deyilsə, island bigdir. Yəni, hər iki sifət də ismimizi təyin elədi. Gəlin 5-ci suala odaqlanaq. Niyə deyir? Sentinelizm, budur. Sentinelizm cəmaatı, xalqı, tayfası əldə edir yeməklərini necə? Yəni, necə qidalanırlar? Yazıb, they don't grow any plants themselves, özləri heç bir bitki becərmir. Gain food, əldə eləyirlər qidanı. Bu getdi, food yerində qalıb. Bu da buy'dir. Done'dən, nədən? Huntingdən, ovçuluqdan. Fishing, balıqçılıqdan və yığıcılıqdan. Nə yığırlar? Collecting. Nə yığırlar? Wild plants, yəni yabani və ya təbiətdə bitən bitkilər. Meyvəsi var, tərəvəzi var. Yəni özləri yetişdirmir. Oradan, buradan, tutdan, zatdan varlarıdırsa bilmirəm. Okay? Sadəcə 2 sözümüz. Yəni mətnin özündə görürsünüz, gain, əldə etmək, qazanmaq ki, bu
mən bilməm nə dərəcədə bu orijinal ingilisində gain, food, gain, nə bu şəkildə, bu kontekst işlən ki, bizimkilər ağızlarına gələn çox şey yazırlar. Nəysə, dərinliyə girməyim. Mətndə gain verib, amma görürsünüz burada sualın özündə get verib. Mətndə from verib, sualın özündə by verib. By hunting, by fishing demək ovlamaqla, balıq tutmaqla belə bir məna ifadə edəcək. From versək dandan olacaq. Yəni uzun sözün qısası by ya da from'u by ilə əvəzləmişik. Bizə lazımdır bu hissə. Hunting, fishing and collecting wild plants. Axıra qədər. Tək birindən əldə eləmədiklərinə görə axıra qədər. Okay? Və nəhayət 6-cı sualımıza baxaq. 6-cı sualda söhbət nədən gedir? Niyə? Sualımız niyədir? Niyə bu xalq ən sirli, müəmmalı və qeyri-adi xalqdır? Yalansa. Deyəcək xalqlardan biri də, başa düşürəm. O qədər qeyri-adi xalqlar var ki. Okay, açar sözümüz nə idi? Secretive, sirli, müəmmalı, uncommon, qeyri-adi. Deməli, bunu axtaracağım. Bu fikir harada səslənir? Təbii ki, buradan tapmaq asaddır. İndi mən izah eləmək üçün deyirəm. Dinləyəndə. Deyəcək, they are the most mysterious, yəni ən sirli, müəmmalı, and unusual, qeyri-adi xalqdır, əhalidir, insanlardır dünyanın. Niyəsini dalıca deyir. They do not want to make contact with other people. Onlar başqa insanlarla kontakt qurmaq istəmirlər, əlaqə qurmaq istəmirlər. İndi, təbii ki, bu dinləmə mətnidir. Siz bunu olduğu kimi yaza bilərsiniz. Tam bal. Çünki burada bizə deməyib ki, öz sözünüzlə yazın, öz sözünüzlə yazın. Mətn olsaydı başqa məsələ. Oxu mətni. Burada eşitdiyiniz yaza bilərsiniz. Because, as, çünki, they do not want to make contact with other people. Want-un yerinə wish də yaza bilərsiniz. Heç bir problem yoxdur ki, kitabın arxasına wish falan veriblər. Fərq eləmir. Fikir düz olsun. Anlatabildim mi? Qrammatik səhv eləməyin, orfoqrafik səhv eləməyin, fikir də düz olsun, tam balınızı alın. Belə. İndi gələk ev tapşırıqlarına. Burada sizin üçün 2, görürsünüz? İkinci, yenə hər ikisi də hardadır? 11-ci sinif toplusu 2 və 3-cü dinləmə mətnlərdir. Sadəcə ondan yenirim, skriptidir. Vermişəm. Evdə nə edirsiniz? Burada biz necə tapdıq? Məsələn, 4-cü sual hardadır? 5-ci sual hardadır? 6-cı sual hardadır? Okay? Və ya açar sözlər nədir? Burada hansı sözləri əvəzləyib bu açar sözlər? Onu tapırsınız, həm bu mətndə suallara uyğun, həm də bu mətndə bu suallara uyğun. Gələn dərs qoşulursunuz, müzakirə edirik. Səhvimiz, çətinliyimiz varsa baxırıq. Okay? Bunları nə edirsiniz? Birinci, ikinci, biri gördü, içinə üçü də görəsiniz. Eyni bunlardır. Bir dənə 3, 4 əlavədir. 4, 5 daha doğrusu. Bunlar da gecəsi toplu da QR kod var. Qulaq asırsınız. Boşluqları doldurursunuz. Yenə də deyirəm, bir dəfə qulaq asın. Mənim hamısını yazdım. Və yaxud mənim bura baxdım, buradan götürdüm, bura baxdım, buradan götürdüm. Yox, elə eləməyin. Önəmli olan, yəni sən buradakı sözə odaqlananda istəsəniz tam buna qulaq asa bilirsən, məsələn. Mən də istəyirəm ki, bir şeyə bir yox, bir neçə dəfə qulaq asaq ki, bu qulağımız inkişaf eləsin. Həm söz öyrənmiş oluruq, həm eyni şey dəfələrini qulaq asanda vərdiş yaranır. Anlatabilirəmmi? Məsələ budur. Yəni, insanlar zənn eləməsin ki, bir dəfə qulaq asmaqla hər şey düzəldi. Bir dəfə maşın sürdüm, oldum mən profesional. Bir dəfə futbol oynadım, oldum profesional. Həyatda elə bir şey yoxdur. Praktik eləməz, dəfələrlə eləməzsiniz. Səhv də eləyəcək, sonra düz eləyəcək. Bu normal bir şeydir. Yetər ki, zaman ayırın və davamlı bu işdən məşğul olun. Zaman ayırmasaz, o sizə niyə zaman ayırsın? Və ya sən buna zaman ayırmırsansa, bu sənə niyə nəticə versin ki? Elə bir dünya yoxdur. Anlatabildim mi? Həm 9-lar bunu etsin, həm 11-lər bunu etsin. Bir daha deyirəm, 11-ci sinif İngilisi toplunun arxasındakı mətnlərdə elə nömrəsi ilə göstərmişəm. QR kodlar da verilib burada. Oradan baxırsınız, dinləyirsiniz, buradan da işləyirsiniz. Belə, bu bizim dinləmə mətnimiz. Növbəti videoda görüşək, hələlik.